وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، الصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ورسولنا محمد وعلى آله وصحبه ومن استمسك بسنته واتبع هداه إلى يوم الدين. Əmmə bə'd. Əmrinci qardaşımızı təbrik edirik bizdə. Allah subhanahu wa ta'ala uca adlarıyla, gözəl sifətləriylə dua edib istəyirik ki, Allah subhanahu wa ta'ala övladını onun üçün və ümmət Muhammed üçün mübarək eləsin. Həmçinin istəyirik ki, həmin oğlan atasının, anasının və onun özünün zürriyyətinin cənnətə getməsinin səbəb olsun. Şək yox ki, İslam dini hənif dindir. Hənif, yəni tək Allaha ibadətə çağıran. İslam dini hənif dindir. Allah subhanahu wa ta'ala İbrahimi hənif adlandırdı. Niyə görə? Çünki öz qövmünün Allahdan qeyri ibadət edilən daşlardan, istər ağaclardan və istər məxluqlardan, cinlərdən, mələklərdən və peyğəmbərlərdən və salihlərdən ibadət etməkdən çıxardıb tək Allah'a ibadət etməyə dəvət edir. Və din ona görə hənif din adlandırılır. Allah subhanahu wa ta'ala buyurur ki, İbrahim hənif idi, yəni tək Allah'a ibadət edir. Və onun nəvəsi Peyğəmbər sallallahu aleyhi və səlləm də o ilə gəldi. Gəldi insanları la ilahə illallah'a da. Yəni insanları çağırdı ki, insanlar Allah'tan qeyrisinə ibadət eləməsin. Və o zaman ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu dəvəti elədi, müşriklər o vaxt bütlərə ibadət edənlər başa düşdülər. Başa düşdülər ki, Allah Rasulü nə demək istəyir? Onlara dedi ki, yurdu onlara dedi ki, Yaqub, qul la ilahə illallah tutdur. Ey qövmüm, la ilahə illallah deyil, nicat tapın. Və onlar bunu düz qarşılamadılar. Və Allah subhanahu wa ta'ala onların fikirlərini Allah Rasuluna nazil elədi. Allah subhanahu wa ta'ala onların dilindən Allah Rasuluna dedi ki, onlar dedilər ki, müşriklər, əcəəlu əlihətən iləhən vahidə, o bizim ilahlarımızı bir ilah mı eləmək istəyir? İnnə hədə ələ şeyun ucəl. Bu nə qədər təəccüb bir şeydir. Nə görə qardaşlar? Çünki onlar başa düşürdülər mənanı. Onlar bilirlər ki, la iləhə illallah, Allahdan başqa ibadətə layiq olan məbudu yoxdur demək. La iləhə illallah hərifi tərcümə edəndə, hərif Allahdan başqa ilah yoxdur deməkdir. Amma müşriklər başa düşdülər ki, yox, Allahdan başqa ilahlar var. Çünki özləri gelirlər Latın, Uzzanın, Mənatın, bütünün yanına. Onlar da ilah edirlər. Başa düşdülər ki, orada bir haqq var, xəbər. Haqqıyla ibadətə layiq olan yoxdur. Ona da etmədilər o sözü. Peyğəmbər sallallahu aleyhi ve sellem'e tabi olmadılar və əmnisi Abu Talib'də ölüm ayağında nə dedi? O zaman ki Allah Rasulü sallallahu aleyhi ve sellem gəldi ona təqin elə dedi ki, la ilahə illallah de, baxdı Əbu Cəhilə, Əbu Ləhəbə, sonra baxdı Allah Rasulü'na. Orada şeytanlar onu qoymadılar. Dedilər ki, dədə babamın dinindən çıxarsan, dədə babamın dinini tərk edəcəksən. Çünki niyə görə qardaşlar başa düşmüşdü. Hətta şeir yazmışdı. Əbu Talib şeir yazmışdı ki, yer üzərində yeganə haqdır Muhammedin dini. Lakin tabi olmurdu. Niyə görə tabi olmurdu qardaşlar? Çünki başa düşürdü. Ona görə dinini başa düşmək mühümdür. İnsan dinini başa düşürdə məsuliyyəti hiss edir. O məsuliyyəti hiss edir, deyənə tərk edə bilməli. Həmçinin qardaşlar, buradan fayda var. İnsan pis dostlardan uzaq olmalıdır. Fikir verdiği zaman yaxınında olanlar Əbu Cəhil, Əbu Ləhəb pis dostudur. Dedilər sana, neçə ildir ibadət etsən, baxar uzlara. Muhammedin sözünə görə tərk edəcəksən. Qəbul eləmədi. Pis dostudur. Peyğəmbər sallallahu aleyhi ve sellem isə yaxşıdır, yaxşı dostudur. Və dedi ki, nə inanırsan bu günə qədər eyb yoxdur. Bir də bu kəlməyə deyilən Allah'a hüccət gətirəcəm bu sözü. Yəni qiyamət günü Allah'a deyəcəm ki, dedi. La ilahə illallah dedi.
Yəni, Allah La ilahe illallah əzəmətli sözdür. Yerlər və göylər onun içərisində olanlar bu kəlməyə görə yaradılır. Və yer üzərində hər kəs quldur. Allahın quludur. Həmçinin şəhadətin ikinci hissəsi Muhammed Rasulullah. Muhammed Allahın Rasuludur. Yəni, Muhammed sallallahu aleyhi və səlləm sənə göndərilən son elçidir. Axırıncıdır. Və məlumdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin gəlişindən sonra heç bir din qalmadı. Yəni, məsələn, Yahudilik, Nəsranilik sayılmır, yoxdur. İndiki Yahudilər də, Nəsranilər də Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətindən sayılırlar. Ümmət yoxdur, yox, sarıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin xüsusiyyətləri nədir ki, o bütün cəmiyyata göndərilmişdir. Biz səni bütün insan həqiqətən bilinə, bütün insanlara göndərdik. Cinlərə də, həm cinlərə də göndərmişdir. Cinlərə də, insanlara da. Və Peyğəmbər sallallahu aleyhi və səlləm özündən sonra gəlib bütün dinləri nəsx elədi, bütün dinləri yığışdırdı. İndiki Yahudilər də, Nəsranilər də Allah Rasulunun ümmətindən sayılır. Yahudi, Hristiyan deyilən bir şey yoxdur. Lakin ümmət iki yerə bölünür. Var ümmət-ü dəva, dəvət olunan ümmət. Yəni, onların dəvətə ehtiyacı var. Onlar dəvət olmalıdırlar. Var da ümmət-ü icabə, yəni icabət eləmiş, cavab vermiş ümmət. O da bizik. Yəni, Allah Nəbi sallallahu aleyhi ve sellem nədir qardaşlar? Yəni, bütün insanlara göndərir və rəhmətlə göndərir qardaşlar. Allah Rasulü sallallahu aleyhi və səlləm gəlməyi kafirlərə belə rəhmətdir. Çünki qardaşlar, fikir versəniz, Allah subhanətələ hansı qövm ki, Rasulundan müxalif olur, onları məhv edir. Hansı qövm ki, Rasulundan müxalif olur, onları məhv edir. Lakin Rasul sallallahu aleyhi və səlləmə görə məhv eləməyib onlar. Kafirlərə belə rəhm edir. Rəhmət Peyğəmbəri. Peyğəmbər sallallahu aleyhi ve səlləmin xüsusiyyətlərindən də. O görə İmam Şafi rahiməhullah buyurur ki, bütün Peyğəmbərlərdə olan gözəl xislətlər Allah Rasulunda daha çoxdur. Yəni Peyğəmbər sallallahu aleyhi ve səlləm Yusuf'dan gözəl idi. Yusuf aleyhisselamdan gözəl idi. Peyğəmbər sallallahu aleyhi ve səlləmdən Yusuf aleyhisselamdan gözəl idi. Hər nə verilmişsə bir Peyğəmbərə onunla Muhammed sallallahu aleyhi ve səlləmdən daha artığı var idi. Yəni, əlhəmdülillah, sən o kişinin ümmətindənsən. Ona görə Şeyh Muhammed İsrail Rəslan Allah deyərdi ki, sələfi həmişə bir şeyi öz zehnində canlandırmalıdır. O da nədir? Deməlidir ki, fikirləşməlidir ki, mənim qəlbimdə daşıdığım əqidə və minhəci Allah Rasulü daşıyıb öz qəlbində. Abu Bakır daşıyıb, Ömər daşıyıb, Osman daşıyıb. Yəni, sən indi elədiyin etiqad 14 əsr bundan sonra Allah Rasulü o etiqaddaydı. Yəni, bu əzəmətli bir şeydir, yalvar. Amma bidətçinin bundan payı yoxdur. Bidəhlinin, xavariclərin, hizbilərin və s. mu'təzilələrin ondan payları yoxdur. Nəyə görə var? O Allah Rasulünün gətirdiyindən zidd olurlar. Və buna hədis var. Peyğəmbər sallallahu aleyhi ve sellem onları özləri qovacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem onları qovacaq qiyamət kimi. Necə səhih hədislərdə Rasul sallallahu aleyhi ve sellem buyurur ki, bir cəmaat toplum gələcək. Onları dəstəmaz yerlərindən tanıyacaq və deyəcək mənə dostlarımdır. Bir hədisdə gəlir mənim ümmətimdir və mələklər onları qovacaqlar. Allah Rasul sallallahu aleyhi ve sellem onları dəstəmaz yerlərindən tanıyacaq. Dəstəmaz yerlərindən biləcək ki, bunlar müsəlmanlar idilər. Və mələklər onları qovacaqlar. Allah Rasul sallallahu aleyhi ve sellem niyə qovulursa onları deyəcək ki, mələklər bəddəlu. Dəyişirlər. Peyğəmbər əsasən başa şeylər ki, bunlar bidət eləyənlərdir. Peyğəmbər əsasən dedi ki, sohqan, uzaqdır. Peyğəmbər qovacaq olan, mələklər edəcək qovun, düzəyiz. Bidət zəalətdir həmçinin. Bidətə girmək, elə sənə ağlığa gəlməsin, bidət balaca şeydir. Bidət əməli qəbul eləmir. Abdullah ibn Ömər gəldilər, dedilər ki, Basrada bir dənə cəmaat var, qədəri inkar edirlər. Deyir ki, onlara dinən kimi onlardan uzaqdır, onlar məndən uzaqdır. Onlar Uhud dağı boyda sədəqə versələr, daha doğrusu, bəli, onlar Uhud dağı boyda sədəqə versələr, onlardan qəbul deyil. Hətta qədərə iman eləməyəcək. Həmən mövqeyini bildirir. İman onlardan uzaqam, uzaq məndən uzaq. Amma məsələn, insanlar var, onlara haqq gəlir,
tərəddüd edir, fikirləşir. Haqq gələndən sonra nə fikirləşir? Yəni, haqdan sonra Allah s.ə.v. buyurur ki, haqdan sonra zəlalətdən başqa nə var ki? Haqdan sonra zəlalətdən başqa şey var. Və yer üzərində dinsiz insan da yoxdur. Hətta küfür belə dindir. Allah s.ə.v. buyurur ki, qul ya eyyuhəl kafirun, de ki, ey kafirlər, ayağın axına deyirlər, kum dinikum, sizə öz dininiz, yəni sizə öz küfür dininiz, və liyə din, mənə də öz dinim. Allah s.ə.v. küfrü din adlandırır. Şu an küfrü dindir, dinsiz insan yox. Hamı dini var. Lakin, mizan nədir? Mizan nədir ki, biz bilək ki, haqq din hansıdır? Kitab və sünnə və sahabələrin yolu. Amma bidət, sahabələrin yolu deyil. Bidət, Peyğəmbər s.ə.v. ziddiyyatlıqdır. Və kim ki, bidət edir, ümumiyyətlə insan iki şeyin hazır. Ya la ilahe illallah bozur, ya şirk edir yazır, ya da Muhammed Rasulullah bozur, bidət edir yazır. Və salam. Yəni, başqa nə var? Üçüncü nə var? Bizdə əli ilə var, yuvar yoxdur. Əşhədu an la ilahe illallah, əşhədu Muhammed Rasulullah. Yəni, insan din iki şey üzərindədirsə, insanı iki şeyə salan, o iki şeyə çıxardır insanı. İnsan dinə nə ilə girirsə, yəni Allahın təkliyi ibadətinə nə ilə girir? La ilahe illallah. Pozanda da oradan çıxıyor, təbii ki, umumən. Bir insan eləyərsə, orada zaharəti üzürlü deyil, məsələləri təfsilatı ehtiyacmaq. Lakin biz mücmər əqidəni deyilik. İnsan eləyərsə, la ilahe illallah ziddir. Bidət eləyərsə, Muhammed Rasulullah ziddir. Yəni, ayrı kimlə deyirlər? Dinimiz bu şeydir. Ona görə qardaşlar, kim bidətə gedir, belə bilmə, asan şey eləyib, belə yüngül şey eləyib. O şəhadətin ikinci kəlməsini qurub. Şəhadətin hansı ki, insan o sözlə İslam'a girir, o kəlmə birincisinin durması da ikincisini də vurur. Ona da qardaşlar, alimlərə sual verirlər. Təbii ki, sual vermək üçün. Deyirlər, insan saf niyyətinə görə. Saf niyyətinə görə. Amma bidət üzərində olsa, əməli qəbuldur. Və ya o niyyətinə görə əcr alacaq, yox. Amma sual yox. Almayacaq əcr alacaq. Çünki bizə görə əməllərin qəbulunda iki şərt var. İxlas, o da niyyət, yəni qəlbində əməlin Allaha üçün olması və mütəbə, tavəsilik, o kimədir? Allah Rasuluna. Bidət də yəni Allah Rasuluna müxaliflidir. Ona görə qardaşlar, Əbu Musa Əşar radiyallahu anhu bir gün məsciddən birindən keçir. Görür ki, bir qövm olur, daşla zikr edirlər. Daşla ona Allah-u Akbar, Subhanallah, Resulü və Furanlar. Və deyir ki, istəhsəndu fi'ləm. Onların əməlləri mənə xoş gəldi. Fikirlər sahabə ayıra bilmədi. Amma ağıllıydı. Gedin böyüklərindən sorur. Gəlir Abdullah ibn Məsudun yanına. Abdullah ibn Məsud da sahabələrin böyüklərindən idi. Özü demişdi ki, Quranı məndən yaxşı bilən olsaydı, devam edin gedərdim o yanına. Yoxdur. Abdullah ibn Məsud sözü. Quranı məndən yaxşı bilən bilsəydim, gedərdim. O da yoxdur. Abdullah ibn Məsud radiyallahu yanına gəlir. Görür ki, onlar məscid elədiyi şeyi Peyğəmbər sazaq eləməyib bunların yanında. Başla zikir, format belə, Allah-u Akbar. Amma görür ki, nə pis əməl var, Allah-u Akbar deyirlər də. Subhanallah deyirlər, Allah zikir edirlər. Qəlbə gəlir. Gəlir Abdullah ibn Məsudun yanına. Abdullah ibn Məsud deyən ki, deyir mənə onların yanına. Həmən təqlid edir, bildi ki, bir gəlir. Və gedir onların yanına, bir istabay olsun. Bir Allah Rasulunun yeri hələ istidir, kuruşqası da sınmıyor. Yəni, təzə ölür. Yəni, yeri hələ istidir, kuruşqası da sınmıyor, siz onun dininə yeyini gətirirsiniz. Və deyir, mən qorxuram ki, siz Allah Rasulunun vəsb elədiyi kəslərdə olmasınız. Allah s.ə.v. buyur ki, onlar Quranı oxuyacaqlar, yaqra'unəl Qur'ənə lə yücəbizu hənəcirahum. Quranı oxuyacaqlar, boğazlarından aşağı kesməyəcək. Yamruqunə minəddin, kəmə yamruqu səhminə rami. Dindən çıxacaqlar, oxuyaydan çıxan kimi. Hədis xavaricə aiddir. Bunlar ama xavaricə eləmirlər. İbn Məsud bu ki, bidət xeyli aparmır. Dedi, qorxuram siz onlardansınız. Və Rabi deyir ki, orada olanları 50'ye qarşı nəhravanda döyəcən görür. Xavaricənin yanında. Yəni, bidət elə belə aparmırsan, elə belə asan şey deyil. Yəni, bidət elə belə şey deyil sən üçün. Yəni, o şəhadətin iki kəlməsinin birinəsin. O biri de olmasa, biri olmaz. Biri olmasa, o birisi olmaz. Aydın qardaşlar, bidəti təxrifə alma.
Yəni balaca şey görmə, bir dəhdir. Qardaşlar belə deyir, yox. Əbədən. Və sələflərdən Əbu'l-Həsən, Əbu Bakır rahiməhullah buna həkim rivayət edir. Deyir, gördüm ki, bir dənə insanla mübahisə edir şeyx. Nəsə başa salınır. Və şeyx deyir ki, həddətənə fulən. Yəni, hədis elmi qorur. Deyir, mənə filan kəsdən rivayət olundu. Mən filan kəsdən eşitdim. O da deyir ki, da'na min həddəsənə. Həddəsənə bıraq. Hədisi bıraq. İləmətə həddəsənə. Nə vaxta qədər deyəsənə, mən filan kəsdən eşitdim, mən filan. Çünki bu filan kəsdən eşitdim, filan kəsdən. Bu ayrı qardaşlar. Sən alimlərdən götürmədiyini orada dinləyir. Bunu da yoxdur axı, mən filan kəsdən. Bu özündən çıxardır. Bu deyə bilməyəcək sənə. O deyir ki, da'na min həddəsənə. Həddəsənə qoy görərlər. İləmətə həddəsənə. Nə vaxta qədər olacaq bu, mən filan kəsdən eşitdim, mən filan kəsdən. O deyir ki, qum yərkər. Ey kafir, dur. Bilir ki, bu hədis inkarçısıdır. Deyir, lə yəhillu ləkə ən tədxulə beyti bədə hədə əbədə. Sənə mənim evimə bundan sonra girməyə halal deyil, halal vermirəm. Deyir, sonra vaxtı eləyik, deyir, sonra bizə baxdı, deyir ki, vallahi inan bundan başqa evimə bir də girmək, deməyə heç kimə deməmişdir. Yəni, başqa sələflər, belə, baxmayın görməsidir. Biri gəlir, Həsən Basri rahiməllahın yanında, bunu da hər gün rəvayət edir. Biri kişi gəlir, deyir ki, ya imam, sənlə mübahisə eləmək istəyirəm. Bəzi zamanlar o gedirlər mübahisə eləməyə. Gedin gör nə deyir, qulaq asmaq istəyirəm. Qulaq asın belə, mübahisə edin, gör nə deyir. Və onda şübhələr var, çıxaracam onu. Necə yəni? Olmaz öyle. Deyir, Həsən Basri yəni, Əli radiyallahu tələbəsi idi. Həccaz onun sifətindəki olan zəhnindən onun üzrə baxa bilmir. Deyir ki, səninlə mübarizə eləmək istəyirəm dində. Səninlə ancaq səni kimsin imkansın. Mən haqlı deyirəm. Biz haqlı bilirik, özünə heç kimi oturur mübarizə eləməyə ehtiyacımız yox. Kim mübarizə eləyərdin qardaşlar? Kim ki şək edir? Dində mübarizəni şək eləyən edir. Dində bu qardaşlar sələfdən faydadır. Şək eləyən gedər mübarizə eləyən. Şək eləyən mübarizə eləmez. Bunu qardaşlar, öyle deyil. Bəzi zamanlar var, məsəl görürsən, heç nə gedir, oturur, deyir, münazir eləyin, mübarizə eləyin. Alimlərə icazəlidir o. Necə Əli radiyallahu anhu İbn Abbas'a icazə verir. İbn Abbas isə əhli idi, qardaş. Peyğəmbər sallallahu dua eləmişdir. Ona görə qardaşlar, məsələ elə belə alma gözlə. Çünki alimlər kimdənsə oturub danışanda onda olan şübhələri qaldırmaq üçün. Onda olan şübhələri alim gelməmişdən qala bilir. Amma sən gedirsən şübhəyə qulaq asmağa. Və qulaq astırmağa. İndi kim də tutar. Bu əhl-i sünnə yolu deyil mi? Belə şərəfi olmur. Mən cəaləhu, bizə deyir ki, Həsən Abbas deyir ki, mən cəalə dinəhu qaradən bir xusumə kim öz dinini mübahisə üçün, yəni mübahisə mövqeyinə çevirərsə, əktara tənəqqulə, ən çox dəyişkən olur. Kim nə qədər gəlib mübahisə edildiyindən dinini ancaq o cürüyə o ən çox dəyişkən olur. Allah Subhanahu wa Muhammed sallallahu əleyhi və səlləm üzərində göndərir. Allah nəbisi bir mənhəc üzərində gəlir. Sahabələr də bir mənhəc üzərində öldülər. Sahabələrin biri deməzdi ki, Allah ərşdədir, biri də deməzdi ki, Allah hər yerdədir. Sahabələrin biri deməzdi ki, biz Allah'ı qiyamət gün görəcəyik, bəzi yox, görməyəcəyik. Orada görmək gəlir gözünə aiddir. Əlimdən, yox. Hamısı bir nəfər kimi. Etiqad edirlər, bir gəl kimidirlər. Kim ki ona müxalif oldu, özləri bilər. Peyğəmbər əsasən qiyamət ki, onları qovacaq. Sən özünü qovacaq. Amma kiməsə xeyir istəyirsənsə, onun üçün dua elə. Dua Allah sonra hidayət edər bəlkə. Və göndər alimlərin yanına. O yesim alimlərdən soruşsun. Alimlərin dəstəyi göndər, qulaq. Heç vaxt özünü mübahisə eləmə. Çünki bu tənəqqulluğa aparır, dəyişkənliyə aparır. Və İmam Bərbəhəri səhvləmənsə buyurur ki,
deyəsən, səhv edir ki, İbn Battal, İbana İslamında buyurur ki, mən bir o qədər insanlar gördüm ki, onlar bidə təhlil lənətləyirlər və söyürlər. O zaman ki, onların yanına getdilər, onları sevən görünür oldu. Allah, insanlar, yəni fikir verin, həmçinin sələfdən, dəlillərdən biri xavariclə evlənən İbn Hiddan alimlərdən idi. Ona deyirlər ki, sələfin dirəyi, əhlüsünnənin dirəyi, alim idi. Lakin yanına bir dənə qız gətirirlər, qəşəng qız olur. Deyirlər, olsa xavaricidir, evlən, sən alimsən, düzəldərsən bunu. Burada deyir ki, əlhamdülillah, biraz arxayınlıq gəlir. Evlənir onu. Evləndən sonra qadın bunu anladır. İmran ibn Hiddan. İmran ibn Hiddan. O evləndən sonra özü də olur xavaric. Qadın bunu anladır. Xavaric ondan sonra şeir yazır. Şeir yazır orada Əli ibn Əbu Talib radiyallahu anh öldürən xavarici Abdurrahman ibn Mucəmi tərifləyir. Deyir, sən ən yaxşı müminsən və ən pis kafir öldürsən. Yəni Əli radiyallahu anh. İnsan gör nə idi? Sünnənin dirəyi idi. Axırı necə oldu? Yaxşı, səbəb nə idi? Getdi bir dəsini yanı. Kişinin də yanı gelməli, qadının nə? Başlar, məsələlər ciddidir. Ona görə mən nəsiyyət edirəm ki, haqqı biləndən sonra ona möhkəm yapışıb haqq əhlinin yanında olmaq. Amma mübahisə eləmək, kimisə şübhəsinə qol arasmaq bizim yolumuz deyil. Ona görə çalışkan bu da yəni bəs olsun. Qardaşımızı yenə təbrik edirəm. Allah subhanahu onun yollarını sələfin yolunda sabit eləsin. أقول قولي هذا أستغفر لي ولكم ولسائر المسلمين من كل ذنب استغفروه إنه هو الغفور الرحيم.